Bugün saat 10:15 radələrində Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında mübahisə zəminində insident baş verib. Məlumata görə 9-cu sinif şagirdi müvafiq səbəbdən şagirdin adı qeyd olunmur, sinif yoldaşına xəsarət yetirib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb və 2011-ci il təvəllüdlü yeniyetmə yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön yan səthlərinin hər iki yuxarı ətraflarının 2-3-cü dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Eləcə də təhsil idarəsi və məktəb rəhbərliyi də məsələyə müdaxilə edərək valideynləri və aidiyyatı qurumları məlumatlandırıb. Məktəb daxili araşdırmaya başlanılıb. Şagirdlər və müəllimlərlə söhbətlər aparılır. Psixoloji dəstək tədbirləri görülür. Faktla bağlı araşdırmalar davam etdirilir.